Ürəyə stent və ya xüsusi cihaz yerləşdirilməsi uşağın gələcək inkişafına necə təsir edir? Heç bir mənfi təsiri yox. Bu tam tərsinə faydası var. Yenidən uşaqlara biz körpələrə stent qoyuruq ki, botalax açan açıq qalması üçün, qan dövrünün həyata sürdürülməsi üçün aparılan müayinə müdaxilə növlərinin birisidir və ya digər ürək qusurlarına hansı okkluderlə biz onu bağlayırıq. Yəni bu botalax açıqdır, mədəcikdir, qulaqçıqdır və s. Onlar heç bir mənfi həyat tərsi yoxdur. Tam tərsinə müsbət faydası var. İnsan həyatı düzgün, kalitəli, keyfiyyətli davam edirsin. Ona görə bu tür çöldə yayılan paparazzi videolardan uzaq durmanız xahiş olunur. Mütəxəssis nə dediysə, ancaq onu da bilin ki, invaziv ürək qusuru müalicəsi, ana gəlmə ürək qusurları müalicəsinin 40%-ni təşkil edir. Buna görə də doğru yerlərə, doğru insanlara da yəni müraciət etməniz tövsiyə olunur. Bu tür videoları izləmək istəyir dəyərli izləyicilər, xahiş edirəm kanalımıza, səhifəmizə abunə olun. Şərh bölümündə ancaq məntiqli sualları vermənizi xahiş olunur. Hörmətlə Nerimanov.